Hədisdə var ki, elə ki bir cənazəni aparırsan, izə əntə həməltə cənazə, bir dənə cənazə ki aparırsan, fəkuy kəənnəkə əntəl məhmul, elə bir ki, sən girsən o içində. Özü nəzərə al, ibrət al ondan. Kəənnəkə səəltə Rabbək ər-rücu ilə dünya və sən idin o cənazədə, Allahdan izin aldın, təzdən qayıtdın dünyaya. Yəni mən də bu cənazə, mən də cənazəm geyəcək, çox maraqlıdır. Kim olursan ol, sonda cənazəsən. Kim olursan? Hansı titulun olur olsun? Pulun, sərvətin. Fikir versən, ölən kimi, yəni 2 dəqiqə keçən kimi zəng edirlər, cənazə haradadır? Rüsül veriblər cənazəyə, cənazəni apardılar. Cənazəni bastırdılar. Adını demirlər, ha, nə deyir? Deyir, cənazə nə oldu? Yəni, cənazəsən, sardı getdi. Sərvət də bitdi, imkan da bitdi, hər şey də bitdi. O mənada qüdrətin dəlindən getdi, burası mənada cənazəsən. Adam buna neçə sardı? Qoxu məqrabı deyil, məəxər. Nə qoydu getdi? Uşaqlara nə qoydu getdi? Hələ qalıb meyid orada da deyil. Qoxu məqraba bir-birinə danışır, sana nə qoydu getdi? Bastırsınlar da bunu. Mələkə də o tərəfdən elə bastırmıyorlar. Mən qatda mənə göndərib. Mələkə deyir, nə göndərib? Qohum əqraba deyir, nə qoydu getdi? Bəşər, nə maraqlı insandır, nə maraqlı varlıqdır. Biri qıraqdan baxır, ay Allah, filan kəs öldü. Deyirlər, nə öldü? İnana bilmirlər. Hələ bilirlər ki, ölməməlidir o. Niyə ölməməlidir? Öləcəkdir.